Hamıya salam aleykum dostlar. Uzun bir aradan sonra Johnny sizin yenə qarşınızdadır. Bir çoxunuz Telegramdan məlumatınız var ki, Johnny bəs nəyə var xəstələnmişdi. Bu niyə belə deyir? Amma sən də qutar yaxşı da. Yüklənmirsən qutar. Giz-giz istədiyi bir də normal bir çəkə, onsuz da əsəblərim yerində deyil. Bu vaxt mənim əsəblərimi pozur. Nəsə onun başını buraxın. Mən çox güclü xəstələnmişdim. Hansı ki 26 yaş üçün 99 istilik deyəcəydim. 39 5 istilik çox güclü bir istilikdir. Yəni çox apasındır. İnsan sudurğa falan tuta bilər. Mən elə bilirdim ki, bu xəstəliyi mən getdim akvaparkda tutdum. Çünki soyuq havada getdim, çimdim orada. Düzdür, bağlıdır. Çıxandan sonra dedim yəqin soyuq dəydi mənə. Amma sonra evə skor gələndən sonra hansı ki istiliyim heç cür düşmürdü. Nə qədər parasetamol atırdım, xeyri yoxdur. Skor gəldi mənə test elədi və dedi ki, yeni bir virus var, hamı xəstələnir dəhşət Rusiyada. Bir çoxun hələ məlumatı yoxdur. İnşallah heç xəstələnməz nə Azərbaycan var, nə ruslar, nə başqa bir millətlər burada qalan. Və deyirlər ki, dəhşət çox zəng gəlir deyə biz 2-3 saat ərzində gəlməli oluruq. Çünki mən də yığanı dedilər ki, 2-3 saat ərzində gələcək. Dedim, o skor nə 2-3 saat? Əvvəl yığırdım 5 dəqiqə gəlirdi. Düzdür, şükür Allaha 1 saat ərzində gəldi, tez gəldi. Çünki istiliyim heç cür düşmürdü. Sırazı bir dənə iynə vurdular, istiliyim düşdü. Üstündən 2-3 saat keçəndən sonra yenə qalxdı. Yəni ki, elə bir xəstəlikdir ki, sənin istiliyin qalxır. İstiliyin qalxıb qutarandan sonra sən hansı ki düşürdürsən istiliyi, ondan sonra istiliyin daha da düşür aşağı. Deməli, bilirsiniz ki, bir neçə gündür istiliyim 39 idi. Dünənləri istiliyimi yendirdim. Normal idi hər şey. 36-6 dərəcə. İnsan, normal insanda olduğu kimi. Amma bugün saat 1-dən səhərdə, yəni gecə, yəni insanlar yatan vaxt saat 1-dən mənim istiliyim olub 34 dərəcə, 34-35. Bu da ən pis şeydir. Yəni ki, istiliyi aşağıdırsa qaldırmaq çox çətin olur. Birazdan yenə həkimə gedəcəm, qalın kurtka geyinmişəm belə. Çıxmışam ki, belə bloka, ştoru qalın əynimdə olsun, bədənimin istiliyini saxlaya bilsin. Çıxdım biraz havanın, bəlkə o da yaxşı gəlir, yox, yaxşı gəlmir. Bədən istiliyim düşübdür, o da çox pis şeydir. İndi birazdan gedim həkimə görüm nə olur. Yəni 4 gündür istiliyimi 39-dan sala bilmirdim, indi 34-dən yuxarı qaldıra bilmirəm. İndi 35 neçədir, 35 2 zat. Mən nəyə görə bu videonu çəkirəm, siz onu deyim. Çünki biraz sağalmışam və bir ara sağalmışdım. Gedirdim, məşq edirdim, qəşəngcənə bir həftədə eşək kimi məşq edirdim. Sonra qrıjam ağrıdı deyə 3 gün getmədim, yenə xəstələndim. Bu elə bir virusdur ki, sənin immunitetin aşağıdırsa, sıraz sən bu xəstəliyi tutacaqsan. Mən bunu hardan bildim, onu deyim sizə. Birinci özümdən bildim. İkincisi isə türk səhifələri paylaşırdı öz Instagram səhifələrində ki, Rusiyada yeni bir virus çıxıbdı və Türkiyədə gəlib çatıb. Yəni ki, onu demək istəyirəm ki, mən belə fikirləşirəm, Azərbaycana da gəlib çatacaq. İndidən demək istəyirəm, ehtiyatlı olun. Gedin həkimlərə, indidən özünüzə sistem falan qoşdurun. Sonra, çünki gec olacaq, xəstələnəcəksiniz mənim kimi. Mən məsələn bilmədim, birdən-birə tutdum, özdə bu xəbərlər yayılmamışdan qabaq, virus təzə-təzə başlayan vaxtları mənim məlumatım yox idi. Bu necə bir xəstəlikdir, gəlin mən sizə bunu başa salım, çox uzatmayaq. Deməli, ilk növbədə sənin boğazın ağrır. Sənin ucu boğazın ağrırsa, bil ki, sən bu virusu tutdun. İfsyo. Yəni, deyirsən ki, boğazım ağrır, bir dənə çay içim keçəcək. Keçmir, qardaş. Sistem də qoşdursan keçməyəcək, dərman da atsan keçməyəcək. Gəlin, mən sizə dərmanlarımı göstərim. Hansı ki, birinci normal, teraflü. Hamı kimi də dedim, soyuq deyib, teraflü. Birinci zoğallı çay, bizdə sizdə Azərbaycanski. Nə oldu? Zoğallı çay. Dedim, teraflü keçirdər. Sonra evdəkilərlə danışdım. Dedi ki, sarımsaq ye keçər. Amma sarımsaq hara keçirdir? Bilirsiniz də, yəni sarımsaq ən güclü təbii antibiotikdir. O belə keçirtmirdi. Sonra nələr? Gəlin sizə dərmanları göstərim indi. Hələ bu qutarmayan dərmanlardır. Gəlin sizə bir-bir göstərim. Lizabakt, hansı ki boğazda olan bakteriyaları yeyir. Nə bilim, xlorageksidin, bu Rusiyada olanlar bilər. Xlorageksidin də nədir, belə bir şeydir. Bakteriyanı öldürsün yenə də qarı-qara ilə. Sonra sirop öskürməyə qarşı, çünki güclü öskürə olur, Sinekod, İnqavirin, nə bilim, bu da antibiotik kimi bir şeydir, çox güclü bir şeydir. Həqiqətən mənə çox kömək oldu bu dərman. Miramistin, bu da boğaza fıskırdırsan. Vitamin C, Immunna Pro, Gripferon buruna. Sonra orada var Oki,
Göstərim onlarda. Deməyin, Coşqun külək eləmə. Heç bir kömək olmurdu. Bir çoxunun daşı istifadə elədiyi atrivin, burun dərmanı, ən güclü boğac dərmanı. O ki, indi elə biləsən, mən reklam edirəm. Reklam zad eləmirəm, kişi. Bu qədər mənim sponsorum var. Onu demək istəyirəm ki, heç nə kömək eləməyəcək sizə. Bir istilik adamı nə dərəcədə pis günə sala bilər, indi göstərim sizə gəzməyimlə. Və bu yalan deyil, yəni necə gəzirəmsə elə də gəzəcəm. Gəlin sizə göstərim indi, belə qoyaq. Baxın, normal gəzməyimdir, bax. Bundan artıq alınmır. Ayaqlarım tutmur. Bax, gəzirəm, ayaqlarım boşa gedir. Yoxdur ayaqlarım elə bir. Başa düşür, bax, əsməcə verir. Sağ vapşı yoxdur. Ayaq üstü dura bilir. Allah eləməsin. Evinizdə yaşlı adam varsa və ya körpə varsa, onun dözməyi daha çətin olacaq. Başa düşürsünüz məni? Rusiyada hələ qar yağıbdı. Bilirsiniz ki, qar virusları yuyur da. Yəni mən belə eşitmişəm. Da bilmirəm, yumur, ne знаю. Amma onu deyim, ehtiyatlı olun. Məndə necə başladı? İstilik qalxırdı 39 dərəcə, 39,5. İynə ilə vururdu və hər gün 3 dəfə mən skoru çağırırdım evə. İynəni vururdular, analgindi, bir də sonra nə var? Ketanol vururdu, nəsə elə bir şey vururdular ki, həm özümü gümrah hiss edeyim, həm də istiliyim düşsün. Üstündən 5 gün keçdi, biraz düzəldim. İstilik düşdü, istilik qalxmırdı. Sonra görürəm, nəsə özümü qəribə hiss edirəm. İstiliyim də yoxdur axı. Amma istiliyim düşüb qaqaş 33-34 dərəcəyə. Mən bunu Telegramda paylaşırdım, videolarda ardıcıllıqla atacağam. İstilik 34-33 dərəcə. Bilirsiniz ki, 32-dən aşağı ucu insan komaya düşə bilər. Yəni insan dərəcəsi normal deyil. İnsan dərəcəsi 36-5-dən yuxarıdır. 37 belə insan dərəcəsinin normasıdır bu. Başa düşürsünüz? Yəni bir çox insanların da 37 dərəcə normaldır. Məndə düşürdü 33 dərəcə, 34 dərəcəyə. Özümü bir dənə narahat hiss edirdim. Həkimə yığırdım. Həkim deyirdi ki, qalın geyin. Kutqamı geyinmişəm, temperaturum qalxdı. 36-5 həkim normal, yəni normal şey. Kutqamı çıxartdım, üstündən 5 dəqiqə keçdi. 1,4 dərəcə düşdü 5 dəqiqənin içində. Prosta girdim tualetə çıxdım, 1,4 dərəcə sırazı düşdü aşağı. Burada xəstəlikdən nə rol oynayır? Həm istiliyin qalxır, həm istiliyin düşür. Bir də onu deyim sizə, bu da sizin başınıza inşallah gəlməz, amma gəlsə qorxmayın. Deməli, boğazım ağrıyanda, belə adam dartıb tüpürür də, boğazı təmizlənsin, başa düşürsünüz. Tüpürəndə laxta qan olur. Laxta qan. Yəni sən tüpürürsən, qan tüpürürsən. Mən bunu evdəkilərə demirdim, yoldaşıma, valideynlərimə demirdim. Amma indi demək vaxtıdır ki, yəni keçib, bunlardan keçmişəm mən. Laxta qandır. Bilirsiniz necə? Elə ki, sən tüpürürsən, tüpürcək deyil o. Ətdir, əməlli başlı ət. Biri var laxta qan ola, biri də var çox belə möhkəm laxta qan. Başa düşürsünüz? Yəni deyirəm, bu nədir? Bu ətdir, mən ət yemişəm, yəni mən ət yeməmişdim də, ətli tüpürəm. Yəni belə bir şeylər baş verir. Qorxmayın belə şeylərdən. Sonra bəzən dartıb tüpürdükcə də qan olacaq. Yəni qan gəlir, əməlli başlı tüpürdüyünüzdə qan gəlir. İfsio. Yəni fikirləşərsiniz ki, yəqin burnum qanıyıb. Burun qanamayıb. Burnumu qutdalamıram mən işte, burnum qanıya. Prosta boğazda yığılır infeksiya, vurur, yara edir, dağıdır boğazı, orada başlayır qan axma verməyə. Yəni belə bir ağır bir şeydir. Şükür Allaha, Rus həkimləri, yəni söz yoxdur. Hər bir köməyi edirdilər. Mən gedirdim xəstəxanaya, sistem falan qoşturmağa. Super dərəcədə baxırdılar və bu günləri belə aktiv şəkildə sizin qarşınızdayım. Yəni heç bir şikayətim yoxdur. Prosta onu demək istəyirəm ki, sağaldım, videolar olacaq, siz də özünüzü qoruyun. Çünki Rusiyada qalan, yəni Rusiyada dəhşət çox Azərbaycanlılar var və Azərbaycana gedib gəlirlər. Və polibomu gedirlər, kimsə xəstələnir və bu yayılacaq. İndidən bunun qarşısını özünüz alın. Çölə çıxmayın çox. Mən sizə deyim, havadan keçir bu. Çünki mən xəstə olana deyirdim, bir dənə çıxım çölə hava alım, bəlkə düzələrəm. Havaya çıxırdım, daha pis olurdum. Hava soyuq deyil də. Prosta havaya çıxdıqca daha da pis olurdum. Elə bil ki, bu xəstəlik havanı heç sevmir. Deyir elə evdə otur, evin havası ilə arada bir havalandır, bağla. 1-2 dəqiqə, çox yox. Çox havalandıran kimi hiss edirdim ki, özüm havalandıram, başa düşürsən? Yəni vəziyyət pisləşirdi. Bu yaxınlarda yenə tutdum. İkinci məndə valın oldu. İkinci səfər tutdum mən. Yenə
tüpürürəm. Bu səfər ucu ət kimi gəlmədi. Bu səfər əməlli baş qan idi. Çünki boğazım ağrıyır. Bildim bu yenə gəldi. Çünki o elə boğaz ağrısıdır ki, qəribə bir boğaz ağrısıdır. Normal boğaz ağrısı deyil. Elə bir ki, buranda nəsə qalıbdır. Ən pis şeylərdən də biri. Biri var, iştahın olmaya yeməyəsən. Məsələn, iştahın yoxdur, amma açsan. Yemək istəyirsən. Biri də var, sən yuxudan durursan, gecəyə kimi yemək yeməsən belə. Elə bil ki, sən nə bilim, bir tonluq buğa yeyibsən də, başa düşsən, yemək yeməyə imkan vermir adamı. Mədəni yığır, neyinirsə yemək yeyə bilməyəcəksiniz. Zorla yeyin. Sistem qoşturun, nə bilim, çaylar için, cəhənnəm, kömək eləməsə də sarımsaq da yeyin. Antibiotik atmayın, çünki antibiotik immunitetinizi yeyəcək. Bilirəm, indi bir çox həkimə deyəcək, əgər bunu kim tutubsa, antibiotik elə. Antibiotik yazırsa, bir çox həkimlər bunu demir, prebiotik demirlər sizə. Nəyə görə? Çünki siz, mən bu xəstəliklə sonra həkimlik dərəcəsinə çatmışam, kişi. Mən konkret, yəni, med universitetə getməmiş, mən profesional doktor, uzman Coşqun Quliyev olmuşam. Başa düşürsünüz, yəni uzman doktorum mən. Gedəcəksiniz, deyəcək, antibiotik, bunu iç, onu iç. Əgər antibiotik içirsinizsə 100% prebiotik alın. Çünki siz antibiotik içəndə sizin yaxşı bədəndə olan yaxşı bakteriyalarınız da ölür. Amma prebiotik 2 saat və ya 4 saat sonra içirdin, nəsə yadımdan çıxdı. Onu içirsən ki, sənin o bədənindəki yaxşı mikrobları saxlasın, bakteriyaları. Çünki insan orqanizması bakteriya ilə də yəni yaşayır da, bakteriya da olmalıdır səndə. Yəni bizim millətə bakteriya deyəndə bakteriya, bax pis şeydir. Pis şey deyil, yaxşı bakteriyalar da var. Mən həkiməm biləm, mən axuyet eləmişəm, mən nə danışıram. Nəysə, bu videonu əsas ona görə çəkdim ki, mən qayıtdım. Prosta hər ehtimala mən millətimi sevən biriyəm. Mən istəmirəm millətim də bu şeylə yaşasın. Yenə gəldi öskürək. Bu çətinliyi yaşasın. Çünki evinizdə yaşlı adamlar var və bir çox insanın imkanı o qədər də yaxşı deyil. Yəni müalicə eləyənməz. Çünki 10 günlük müalicəyə, yəni siz gördükləriniz budur. Bir neçə dərman mən atmışam. Karabkalarını da atmışam özündə, çünki qurtarmışam. Bir həftə ərzində olan şeylərdir. İçirdim gündə 3 dənə ondan, 5 dənə bundan, belə-belə özümə gəlməyə çalışdım. Mənim bir həftəyə 1000 manatdan çox pulum getdi Rusiyada. Başa düşürsünüz? Yəni dərmanlara. Ancaq dərman yeyirdim, ancaq dərman, vitaminli şeylər. Bir də onu deyim, qıcıqlandırıcı şeylər yeməyin, boğazı qıcıqlandıracaq. Məsələn, çoxunuz deyəsiniz ki, apelsin yeyim yaxşıdır. Apelsin pis təsir edir. Mən bunu özümdən bilirəm. Apelsin soku sıxırdım, boğazım qıcıqlanırdı. İndi apelsin dedim belə, boğazım qıcıqlandı. Başa düşürsünüz, ehtiyatlı olun. Özünüzü qoruyun. İnşallah gəlib çatmaz Azərbaycana. İnşallah tez bir vaxtda burada kəsər bu xəstəlik. Çünki mən də çölə çıxmıram, çalışdığım qədər evdə otururam. Və Johnny qayıtdı, onu demək istəyirəm. Qəşəng videolarla gələcəm qarşınıza. İnşallah baxaq necə oluruq. Çünki indi danışa-danışa belə hiss edirəm ki, yüngülvari istiliyim qalxır. Çünki elə bir şeydir ki, istilik qalxır, düşür də axuyet eləmişəm. Yəni bədən o deyil də, bədən atqaziya o deyil. Johnny bilədi, çaq, xuya o bil. Eləmə də bunu. Yəni o vəziyyətdir. Çalışın, özünüzü qoruyun, evdəkilərinizi qoruyun. Maska taxın. Spirtlənin. Bax, burada Rusiyada spirt satmırlar deyə mən gedib araq alıb əlimə tökürəm ki, araqla yuyum. Başa düşsən? Ha, niyə araq? Mən hara qoymuşam? Bayaqdan hər yanı yuyuram. Yatıram, yastığımı yuyuram təzədən. Yerimi yuyuram spirtlə. Araqla da yəni. Özünüzü qoruyun. Ciddi alın. Bu mesajı ciddi alın. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Bu videoda heç like da istəməyəcəm. Qoyursan, qoymursan, belə qozuma ki, özün bilərsən. Mən prosta istədim sizə deyim. Var. Belə bir xəstəlik var. Özünüzü qoruyun. Sağ olun.